Gürcü arzusunu Milli Hərəkat və ona bağlı partiyaların qadağan edilməsini tələb edən konstitusiya iddiası üzərində iş başa çatıb. Parlament çoxluğunun lideri İrakli Kirçxalya bunu əksəriyyət çoxluğun iclasından sonra mediaya bildirib. Onun sözlərinə görə parlament sədri bugün məsələni daha ətraflı müzakirə edəcək. Məlumat üçün bildirək ki, dünənki çoxluq iclası genişləndirilmiş formatda keçirilib və Avropa sosialistləri və xalq gücünün nümayəndələri iştirak edib. Müxalifət Gürcü arzusunun konstitusiya iddiasını kəskin tənqid edir. Buna cavab olaraq Güclü Gürcüstan Lelo partiyası parlamentin partiyaların qadağan edilməsi ilə bağlı qəbul etdiyi qanunun konstitusiyaya zidd olduğunu tanınmasını tələb edir. Siyasi birlik dünən məhkəməyə iddia qaldırıb. Partiya üzvləri növbəti addımın Avropa İnsan Hüquqları Məhkəməsində mübarizə olacağını bildirirlər. Lelo həmçinin Gürcü arzusunun rəhbərlik etmək niyyətində olduğu normaların konstitusiyaya zidd olduğunu bildirir. Milli hərəkata gəldikdə isə onların qiymətləndirilməsinə görə çoxluğun vəzifəsi ölkədə diktatura qurmaqdır. Parlament mandatlarından bir il imtina etdikdən sonra bugün Qaxaryanın partiyası ilk dəfə parlament iclasında iştirak edəcək və qanunvericilik prosesinə qoşulacaq. 2024-cü il parlament seçkilərində Gürcüstan naminə Qaxarya partiyası 12 deputat mandatı qazanmışdı, lakin hazırda qanunverici orqanda 11 nəfərlə təmsil olunacaq. Bu parlamentə daxil olmaq qərarından sonra partiyanın siyasi şurasının üzvü Rusudan Tevzadənin partiyadan çıxması ilə bağlıdır. Qanunvericiliyə əsasən onun yerinə partiya siyasında növbəti namizəd parlament tərəfindən müvafiq prosedurlardan sonra təsdiqlənəcək. Qaxaryanın partiyası qanunvericilik fəaliyyətinə qoşulma qərarını 4 oktyabrdan sonra parlament boykotunun mənasını itirməsi ilə izah edir. Bu qərar müxalifətin digər nümayəndələri tərəfindən tənqid olunub. Gürcüstan Bələdiyyə İnkişaf Fondunun keçmiş icra direktoru David Tabicə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib. Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları istintaqla tam əməkdaşlıq edən fondun proqram menecerini və həmin xidmətin layihə menecerini də həbs ediblər. Onları məhkəmə tərəfindən qəti imkan tədbiri olaraq girov müqabilində azadlığa buraxılıblar. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin 1-ci hissəsi 180 və 194-cü maddələrinin 2-ci və 3-cü hissələri və 362-ci maddənin 2-ci hissəsi ilə aparılır ki, bu da 9 ildən 12 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Gürcüstanın Daxili İşlər Naziri Macar həmkarının dəvəti ilə nümayəndə heyəti ilə Budapeştə səfər edib. Səfər çərçivəsində nazirlər ikitərəfli görüş keçiriblər. Tərəflər hüquq mühafizə sahəsində əməkdaşlığın prioritet sahələrini müzakirə ediblər. Tərəflərin razılığı ilə yaxın gələcəkdə iki dövlət arasında xüsusilə də miqrasiya, narkotik cinayətkarlığı ilə mübarizə və polis akademiyasının təhsil proqramları sahələrində polis əməkdaşlığının dərinləşdirilməsini təmin edəcək xüsusi işçi qrupu yaradılacaq. Türkiyədə baş verən güclü zəlzələ dağıntılara səbəb olub. Fəlakətin epicentri olan Balıkəsir əyalətiinin Sındırğı şəhərində 6.1 bal gücündə zəlzələ 3 binanın uçmasına səbəb olub. Ölkənin Daxili İşlər Naziri zəlzələdə 12 nəfərin yaralandığını bildirib. Hazırda ölüm halları barədə məlumatımız yoxdur deyə nazir bildirib. Zəlzələlər İstanbul, Bursa və İzmirdə hiss olunub.